إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ اَنْ اتَّقُوا اللّٰهِ. Əziz dəyərli qardaşlar, ilk növbədə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir, tövsiyəsidir. Buyurur ki, öz kəlamında biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və İ'ləməs-Sunnəl Mənşur adlı risalənin tədrisini davam edirik. Hansı ki, müəllifi onun sual-cavab üslubunda tərtib edib İmam Hafız Əl-Həkəmi Rahiməhullah. Müsəlmanın etiqadı əsaslarını özündə cəm edib. Və necə bilirsiniz, imanla bağlı mövzulardayıq. Qədərə iman sonuncu mövzu, hansı ki, keçən dərslərdə toxunduq ki, alimlər qədərə iman mövzusundan qədərin mərtəbələrini zikr ediblər. Və müəllif də qədərin mərtəbələrini qeyd edəndə vurulub ki, qədər mərtəbələrdir və işarə edib hansı mərtəbələrdir. Və sonra bir-bir dəlillərini zikr edir. Və keçən dərs ömrü qədərin əhd ayəsi ilə bağlı olan hissəsinə toxunduq. Və müəllif, necə bilirsiniz, sualı ayırıb ömrü qədərə görə. Birinci soruşur, ömrü qədər hansı ki, əhd ayəsi ilə, əhdlə bağlıdır. Rəbbimiz əhd alıb bizdən, hələ biz Adəmin belində ikən və şahidlik etdirib bizə. O mövzuya toxunduq keçən dərsdə. Və bugün müəllif yenə ömrü qədərlə bağlı yeni bir sual verir. Deyir ki, mə dəlilü təqdirül ömri Əl-ləzi ində əvvəlu təxliqin nutfə. Nütfənin ilk xəlq olunduğu anda ömrü təqdir, ona dəlil nədir? Yəni, insan xəlq olunmağa başlayanda ana bətnində ömrü təqdir var orada. Yəni, qədərin mərtəbələrindən bir mərtəbə, təqdirdən bir təqdir. Ona dəlil nədir? Və deyir ki, cavab olaraq, Qalallahu Teala huvə a'ləmu bikum İzə ənşəəkum minəl ard və izə əntum əcinnətən fi butuni umməhatikum fələ tuzəkku ənfusakum huvə a'ləmu bimən ittəqa. Deyir ki, Allah Teala Nəcm surəsinin bu ayəsində deyir ki, o sizi daha yaxşı bilir. Sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeyim olanda da. Yəni, o sizi bilən odur. Bilir necə xəlq edir. Və sonra deyir ki, özünüzü təmizə çıxarmayın. O daha yaxşı bilir kim Allahdan qorxandır. Nəcm surəsinin 32-ci ayəsi müəllif bu ayəni dəlil gətirir ki, bu dəlildir ki, ilk xəlq olunanda insan, ana bətnində olanda belə, Allah Teala təqdir edib onun qədərini, ömrünü. Ona görə həmən dərhal sonra İmam Buxari və Müslimin rəvayət etdiyi hədisə toxunur. Dedi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, İnnə əhədəkum yucmə'u xalquhu fi batni ummihi 40 yevmən nutfətən. Sizdən birinizin xəlq olunması anasının bətnində 40 gündə nütfə alında olaraq cəm olur. Yəni, 40 gün nütfə alında olur. Thumma yakunu aləqətən mitlə zəlik. Sonra qan laxtası şəklində bir o qədər, yəni bir 40 gündə qan laxtası şəklində olur. Thumma yakunu mudğatan mitlə zəlik. Sonra çeynənmiş ət parçası kimi bir o qədər də olur. Yəni, bir 40 gündə o qədər olur. Sonra deyir ki, ثُمَّ يُرْسَلُ إِلَيْهِ الْمَلَكِ. Sonra mələk göndərir Allah Teala. فَيَنْفُخُ فِيهِ الرُّحُ. Ona ruh üflüyür.
Və yu'məru bi arba'i kəlimət və 4 kəlməni yazmağa əmr olunur ona. Yaktubu rizqah, ruzisini yazır. Və əcələ, əcəlini, yəni nə qədər yaşayacaq. Və əmələ, əməlini. Və şəqiyyun əv səid, xoşbəxt və ya bədbəxt olacağını yazır. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, fəvəlləzi la iləhə qayru, ondan başqa ilah olmayana and olsun ki, İnnə əhədəkum ləyə'məlu bi'əməli əhlül cənnə. Allah and içir ki, sizdən biriniz cənnət əhlinin əməlini edər. Həttə mə yəkunu beynəhu və beynəhə illə zira. O qədər ki, onu ilə cənnət arasında bir dirsək məsafə qalar. Fəyəsbiquhul kitab. Deyir ki, fəyəsbiqu aleyhil kitab. Kitab onu qabaqlayar. Yəni yazı, təqdir onu qabaqlayar. Fəyə'məlu bi'əməli əhlin nar. Və cəhənnəm əhlinin əməlini edər. Fəyədxuluhə və ora daxil olar. Və innə əhədəkum ləyə'məlu bi'əməli əhlin nar. Və sizdən biri cəhənnəm əhlinin əməlini edər. Yəni o da əhlinin əməlini edər. Həttə mə yəkunu beynəhu və beynəhə illə zira. O qədər ki, onu ilə, yəni o da arasında bir dirsək qalar. Fəyəsbiqu aleyhil kitab və kitab onu qabaqlayar. Fəyə'məlu bi'əməlil əhlil cənnəti fəyədxuluhə. Və o cənnət əhlinin əməlini edər və ora daxil olar. Və deyir ki, müəllif, və fi rivayətin qeyri hədə min cəmaətin minəs-sahabə bi əlfazın uxar vəl-mə'nə vahid. Deyir ki, və həmçinin başqa rəvayətlərdə bir neçə səhabədən, yəni bu hədis başqa-başqa ləfzlərlə nəql olub, lakin məna eynidir. Məna eynidir. Müəllifin zikr etdiyi bu sual və gətirdiyi dəlillər ömrü təqdirə dəlil olaraq zikr olunub. Və ömrü təqdir də hər bir insanın özü ilə ayrıca bağlıdır. Yəni, hər bir insanın özünə aiddir. Və bundan əvvəl zikr etdiyimiz ümumi təqdir, hansı ki, Ləvh-ül Məhfuzda qeyd olunub, yazılıb, ondan ayrılan təfsilatdır bu. Çünki hamının təqdiri Ləvh-ül Məhfuzda qeyd edilib. Həm bu, həm başqa nə qeyd olunubsa. Bu təfsilatda isə hər bir insana xas olaraq zikr olunan təqdir qeyd olunub. O da 4 kəlmədədir. Necə hədisdən eşitdiniz. Yəni, heç də hər şey yazılmayıb ömrü təqdirdə. 4 kəlmə yazılıb, hansı ki, hər bir insanın özünə xasdır. Yazılıb birincisi, ruzisi, həmçinin yazılıb əcəli, yəni nə qədər yaşayacaq, yəni ömrü, əməli, nə əməl edəcək, bədbəxt və ya xoşbəxt olması. Bədbəxt və ya xoşbəxt olması. Bu da hər biri, necə dedik, hər bir insana xas olan təqdirdir. O da ömrü təqdirdir, necə müəllif zikr edib. Sonra deyir ki, müəllif, mə dəlilü təqdirül həvli fi leylətil qadr. İllik təqdir, hansı ki, Qədir gecəsində olur. İllik təqdir də var, hansı ki, Qədir gecəsində bu təqdir edilir. Onun dəlili nədir? Və cavab olaraq, Duxan surəsinin 4-cü, 5-ci ayələrini zikr edib Allahın kəlamından, fiyhə yufraqu kullu əmrin hakim, əmran min indinə. O gün, deyir ki, Allah Teala, o gün hər bir hikmət ayrı dedilər. Yəni, o gecədə hər bir hikmət ayrı dedilər. Dərgahımızdan verilən əmrlə. Göstərir ki, ildə bir dəfə hər bir hikmət, yəni hər bir qədər ayrı dedilir. Və İbn Abbasdan bizə nəql edir müəllif, deyir ki, İbn Abbas radiyallahu anhu deyir ki, yuktabu min ummul kitab fi leylətil qadr. Ana kitabdan, yəni Ləvh-ül Məhfuzdan Qədir gecəsində yazılır. Nə yazılır? Mə yəkunu fissənə, yəni ildə nə baş verirsə. Min mautin, ölüm, il ərzində nə baş verirsə, ölüm, ya ölümdən, əv həyə və ya kimsə yaşayacaq, yəni doğulacaqsa, və rizq, ruzi,
və matar, eləcə də yağış, hətta əl-hüccac, deyir ki, hətta həccə gedənlər də, yuqalı yəhüccü fulən və yəhüccü fulən, deyir ki, İbn Abbas deyilir ki, filankəs həcc etdi, filankəs həcc etdi. Və müəllif deyir ki, və kədə qaləl Həsən, beləcə Həsən də belə deyib, eləcə də Səid ibn Cübeyr, Muqatil, Abdurrahman, Əs-Suləmi və başqaları da bunu deyiblər. Bu da təqdirdir, necə müəllif zikr edib, ümumi təqdirdən ayrılan təfsilatdır və ona illik təqdir deyilir və ya bir il ərzində olan təqdir deyilir, hansı ki, Qədir gecəsində təqdir edilir. Yəni, il boyu bu Qədir gecəsindən gələn ilki Qədir gecəsinə qədər nə olacaqsa, hamısı təqdir edilir. Yazılır nə olacaq? Yəni, məxluqatın əhvalının təfsilatı yazılır. Hansı əhvalda olacaqlar? Yəni, yazılır kim öləcək, nə vaxt öləcək, yazılır kim doğulacaq, nə vaxt doğulacaq və yazılır kim varlı olacaq, kim kasıb olacaq, kim izzətli olacaq, kim zəlil olacaq. Hətta, necə İbn Abbas radiyallahu anhu zikr edir, kim həcc edəcək, ona kimi yazılır. Yəni, kim o ildə həccə gedəcək, kim etməyəcək. Və buna da, necə dediklər alimlər, illik təqdir deyilir. Və bu da ümumi təqdirdən təfsilatdır. Yəni, Lövh-ül Məhfuzda olanın təfsilatıdır. Və müəllif deyir ki, bu təqdir həmçinin rəvayət olunub digərlərindən də, hansı ki, müəllif adlarını zikr edib bəzilərinin Həsən, Səid ibn Cübeyr, Muqatil, Əbu Abdurrahman Əs-Suləmi, həmçinin nəql olub İbn Ömərdən, radiyallahu anhumadan, eləcə də Mücahiddən, rahiməhullahdan və başqalarından. Sonra müəllif sonuncu təqdirə toxunur təfsilatı ilə, təfsilatlı təqdirdən olan sonuncu təqdirə toxunur. Deyir ki, mə dəlilü təqdirül yevmi. Günlük təqdirin dəlili nədir? Yəni, göstərir ki, həmçinin günlük təqdir də var. Və deyir ki, Allah Teala buyurur ki, kullu yevmin huve fi şən. O, hər gün öz işindədir. O, yəni Allah Teala hər gün öz işindədir. Və gəlib İmam Hakimin səhhində, necə müəllif nəql edir bizə, deyir ki, İbn Abbas radiyallahu anhu dedi ki, Allah Teala xəlq edəndə Lövh-ül Məhfuzu və vəsf edir Lövh-ül Məhfuzu, deyir ki, Allah Teala Lövh-ül Məhfuzu xəlq edəndə onu xəlq edib ağ və ya beyaz bir incidən, dıffətəhu min yaqutin əmra, onun qapaqları qırmızı yaqutdandır, qələmi nurdandır, orada olan yazı da nurdur. Hər gün Lövh-ül Məhfuza 360 baxış və sonra şəkk edir ravi, deyir ki, və ya 360 dəfə baxılır. Və sonra deyir ki, hər baxışda xəlq edir, ruzi verir, dirildir, öldürür, izzətlidir, zəlil edir, istədiyini edir. Ona görə deyir ki, kullu yevmin huve fi şən. O, hər gün öz işindədir və ya bir işindədir. Və deyir ki, müəllif, bütün bu təqdirlər hamısı təfsilatdır qədərin. Yəni, əzəli qədərin təfsilatıdır. Keçmiş, yəni Allah Teala'nın əzəli qədərinin təfsilatıdır. Hansı ki, Allah Teala əmr edib, qələmə onu xəlq edəndə yazsın Lövh-ül Məhfuzda. Və bilir ki, Allah Teala qələmi xəlq edəndə dedi ona yaz. O dedi ki, nə yazım? Dedi, yaz qiyamətə qədər nə olacaq? Və qələm yazdı. Deyir ki, müəllif, buna görə də Abdullah ibn Ömər, eləcə də İbn Abbas, Allah Teala'nın bu ayəsini bu cür təfsir ediblər. Deyir ki, Rəbbimiz, İnnə kunnə nəstənsihu mə kuntum tə'məlun. Biz sizin etdiklərinizi yazdırmışıq. Allah Teala deyir ki, biz sizin etdiklərinizi yazdırmışıq. Və deyir ki, müəllif, bunlar hamısı Allah Teala'nın elmindən irəli gəlir. Və bu da, o elmi də Allah Teala'nın elmi onun sifətidir.
Bu müəllifin zikr etdiyi dəlildir bu suala cavab olaraq və fikir versək, müəllifin zikr etdiyi günlük təqdiri bəzi alimlər zikr edib öz kitablarında. Bəzi alimlər zikr edib, o cümlədən də İmam Hafız Həkəmi onlardan biridir. Lakin düşünəndə, baxanda görürsünüz ki, əslində bu təqdir əzəli təqdirlə bağlı deyil. Çünki biz dedik keçən dərslərin birində ki, Allah Taala'nın təqdiri iki qismdir. Əzəli, bir də ikinci nə idi? Təqdirul muqaran deyirlər. Yəni, yanaşı təqdir. Yəni, təqdir etməklə yanaşı Allah Taala xəlq edib. İstəyib, xəlq edir. Bu, onu ilə daha çox bağlıdır. Müəllifin zikr etdiyindən. Çünki, dedik ki, əzəli təqdirin mərtəbələrini, daha doğrusu təqdirin mərtəbələrini zikr edəndə dedik ki, ən birincisi nədir? Elmdir, sonra yazıdır, sonra istəkdir, sonra xəlqdir. Necə ki, şeirdə gəlir, ilmun, kitabətu məvlənə, məşiyyətuhu və xalquhu və huvə icadun və təkvinu. Elm, Rəbbimizin yazmağı, istəyi, həmçinin xəlq etməyi, budur icad və yaradılış və ya yaratması. Və bu 4 dənəyə baxsaq, görək ki, iki qismə ayrılır Allah Taala'nın təqdiri. Birinci qismi Allah adlandırdıq ki, əzəli təqdir, yəni qədim. Qədim təqdir, hansı ki Allah Taala'nın elmi ilə bağlıdır. O da elmlə yazıdır. O da elmlə yazıdır. Amma ikinci, dedi ki, təqdirul muqaran deyilir. Yəni, yanaşı, təqdir və ya təqdirlə bərabər baş verən, yəni hadisənin təqdir olunması, o da nə ilə bağlıdır? İstəklə, xəlqlə bağlıdır. Ona görə müəllifin gətirdiyinə baxsa, görərik ki, müəllifin gətirdiyindən fərqli olaraq, müəllifin zikr etdiyi günlük təqdir daha çox təqdirul muqarana uyğundur. Çünki müəllif özü də fikir versə gətirdiyi əsər İbn Abbasdan göstərir ki, Allah Teala o gün Lövh-ül Mahfuza baxış etdiyində təqdir edir, ruzu verir, öldürür, dirildir, həmçinin xəlq edir. Bu göstərir ki, o daha çox təqdirul muqarinlə bağlıdır. Lakin İbn Abbasdan gətirdiyi əsər, necə ki, alimlər vurğulayıb, müəllifin gətirdiyi əsər zəifdir. Zəif əsərdir, yəni sabit deyil. Ona görə onu dəlil kimi zikr etməkdənsə müəllif İbn Macənin rəvayət etdiyi hədisi gətirsəydi daha uyğun olardı. Çünki onun isnadı İbn Abbasın rəvayətinin isnadına baxanda daha yaxşı isnaddır. Yəni həsən dərəcəsinə çatan isnaddır, hansı ki, orada Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, ayənin təfsirində kullu yevmin huve fi şən, o hər gün bir işdədir. Deyir ki, onun şənindən günahı bağışlayar. Yəni, günahı bağışlayar, çıxış yolu olmayana çıxış yolu verər, yəni kədəri olana, qəmi qüssəsi olana çıxış yolu verər, bir qövmü qaldırar, digər qövmləri isə alçaldar. Bu hədis daha uyğun olardı ki, müəllif onu zikr etsin. Həmçinin gəlib İmam Buxarinin bir təqdir qalır, hansı ki, müəllif ona işarə eləməyib. O da əzəli təqdirlə bağlı, yəni qədimi təqdiri ilə Allah Taala'nın bağlıdır. O da İmam Buxarinin mualləq olaraq, mualləq odur ki, yəni səhinə daxil eləməyib. Lakin şahid olsun deyə, yəni digər hədislərə şahidlik etsin deyə rəvayət etdiyi hədislərdir İmam Buxarinin. Əbu Dərdədən radiyallahu anhudan mövquf olaraq nəql etdiyi əsəri gətirməyib müəllif, vurğulamayıb onu, hansı ki, o əsərdə gələn Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsində sabit olan təqdirdir. O da bəşərin atası Adəmlə bağlı olan təqdirdir ki, hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləmlə sabit olan səhih hədisdə, hansı ki, İmam Buxari və Muslim rəvayət edib, Adəmin Musa ilə olan hüccətləşməsi hədisidir. O da Adəmin xəlqi haqda təqdirdir ki, hədisdə deyilir ki,
Adəm dedi ki, Musaya, ətəlumuni alə şeyin kətəbəllahu aleyyə qablə ən uxləqə bi 40 sənə. Mən yaradılmamışdan 40 il qabaq mənə yazılmış bir şeylə məni danlayırsan və ya məni ittiham edirsən. Bu da xüsusi təqdirdir, hansı ki, Adəm əleyhissalamla bağlıdır. Müəllif ona toxunmayıb, zikr eləməyib. Lakin səhih sünnədə sabitdir və bu təqdir də ümumi təqdirdən ayrılan təfsilat, yəni Ləvh-ül Məhfuzdan ayrılan ayrıca təfsilatlı təqdirdir. Allah Teala daha doğru bilir. Allah Teala bizi eşidib faydalardan etsin. Əqulu mə təsmə'un və əstəğfirullah li və ləkum və lisəiril muslimin min kulli zəm fəstəğfiruhu innəhu vəl-ğafurrahim.